Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran, hər birinizi salamlayıram. Bu günlərim 24 yanvar 2026-cı il tarixdir və həftənin 6-cı günüdür. Saat da ki 07:44, yəni səhər. Hava tam açılmayıb, dumanlıdır. Gördüyünüz kimi arxadan da şahid ola bilərsiniz ki, hava biraz dumanlıdır. Və Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Bildiyiniz kimi hər həftənin 6-cı günü Göyçay maşın bazarı sizlər üçün fəaliyyətdədir. Satmaq istədiyiniz maşın və almaq istədiyiniz maşını həm Göyçay maşın bazarında ala bilərsiniz, həm də maşınınızı orada sata bilərsiniz. Hava çox soyuqdur, soyuq qış ayıdır və asta-asta Göyçay maşın bazarına doğru irəliləyəcəm. Belə deyək, indi kəndin çıxışına doğru irəliləyəcəm və oradan da bir yol maşını ilə yəni Göyçay maşın bazarına doğru gedəcəm. Bildiyiniz kimi şəxsi avtomobilim yoxdur və mən öz şəxsi vəsaitim hesabına sizlər üçün Göyçay maşın bazarından çəkiliş eləyirəm. Tək Göyçay maşın bazarından yox, Azərbaycanın bir çox avtomobil bazarlarından çəkiliş eləyirəm. Belə, hava soyuqdur, danışa bilmirəm. İnşallah ki maşın bazarının, Göyçay maşın bazarının girişindən çəkişə davam eləyəcəm sizlər üçün. İzləmədə qalın. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Gəlmişik Göyçay maşın bazarının girişindir. Bazarda həm xarici marka avtomobillər, həm vaz maşınları mövcuddur. 99'umuz da var, 06'larımız, 07'lərimiz, Prioramız, Infiniti 2X3 və 107 də gəlir bazara. İnşallah ki ön tərəfdən çəkiş eləyəcəm Allahın köməkliyi ilə və çəkişə başlayacağıq Allahımızın köməkliyi ilə. Allah hər birimizin işini avan eləsin. Belə, ön tərəfdən çəkiş eləyim sizlər üçün. Adət ənənəyə sadiq olaraq ilk öncə bazarımızın girişində olan maşınları çəkim göstərim. Maşın bazarına maşın almağa gələnlər, maşın bazarı haqqında maraqlanmağa gələnlər belə və bazarımızın girişində hər dəfəsində çəkib göstərirəm. Elanımız var. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. 050 51 627 46 83, həmçinin 050 977 66 08 və 055 628 11 36 nömrələrinə zəng vuraraq Göyçay maşın bazarı haqqında ətraflı, geniş məlumat ala bilərsiniz. Qış ayıdır, ola bilər sizin üçün maşın az ola bilər, amma buna da çox şükür, buna da Allah bərəkət versin və bazarımıza bir dənə 190'ımız da gəlir. Burada bu maşını keçən həftə çəkib göstərmişəm. Zavod 106'mız var. Prioramız keçən həftə çəkib göstərmişəm. Infiniti 2X3'ümüz var. 04'ümüz var, 07'miz var, 011'imiz, 06'larımız. Orada bir Prioramız var. Burada da 06'larımız var və 99'umuz var. İnşallah maşın sahiblərinə yaxınlaşacağıq. İcazə verən maşın sahiblərinin maşınlarını çəkib göstərəcəm. Qiymətləri haqqında maraqlanacağım. Allah hər birimizi işini avan eləsin. Ya Allah, bismillah eləyə işimizə başlayaq. Getdik. Ya Allah, bismillah. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında Vaz 2104 markalı avtomobilin çəkişini eləyəcəm. Amma özünə ideal oldu daxtayan izləyicilərimiz əlaqə saxlayacaq telefon nömrəsinə. Amma birinci növbədə Ağsaqqalımızdan bir dənə məlumat alacağıq. Salam əleykum Ağsaqqal, bazar olsun, Allah alçısın, yetirsin. Dən məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? Sağ olun, Allah hamının işini avan eləsin. 2000-ci ildir. Əgər pulu çatmazsa 65%'ni ödəyər, 35%'ni şərtlə ay-bay ödəyə bilər. Bildim.
Və yaxud da ki, deyər ki, bax, buyur bax bunun altını görürsən və sənin maşından 10 yaş qocadır. Bunu verirəm, üstündə də pul verirəm, razıyam. Barterdə mümkündür. Hətta, Birinci ağsaqqal, başa müxtəlif düşdüm. şərtlərlə. Başa düşdüm. Birinci məlumat alaq. Motoru, karovkası, xadavoy sistemi. Hamısı normaldir. Laf istəyirsən. Çəkib göstərəcəm. Hər bir yerini çəkib göstərəcəm. Maşın ya udar görməyib. Zavod kraskası kapotu asanda üstündədir. Aha, görəcəm. Hamısına baxacağam. Qıraqdan cızılmışsa deyir olur o başqa O şeydir. heç də o hər dəfəsində yəni maşınlarda olur. Qiyməti neçəyə deyim sənə? 6,5. 6500 manat demisən, yəni yəqin ki endirim olunacaq. Əlbəttə ki, razılaşma yolu ilə şərtlər var orada, müxtəlif şərtlər, şərtin ikisini. Oldu, bildim. Telefon nömrünüzü eşidək. 051 308 23 68. 051 308 23 68. Ağsaqqalımızın adı? Adın Səlim dayımızdır. Maşına Göyçayda baxmaq mümkündür. Bəli. Bax, zəngiləşdin. Aha, başa düşdüm. Yenə deyirəm, bu razılaşma yolu ilə. Başa düşdüm. Müxtəlif variantlar. Bəli. Sənin də elə variantlara gəlmək istəyirəm. İlk öncə qeyd elədiniz ki, yəni pulun 65%-ni ödəyib, bəli, 35%-ni ay-bay ödəmək ay ödəmək şərtini, yəni kredi formasında deyək ki, eləmək olar və ya həmçinin hər hansısa bir maşınla, özündən ucuz bir maşınla barter eləyib üstündə pul almaq şərti ilə ona da razıyam. Mümkündür. Bəli, Səlim dayımızdan məlumat aldıq. Maşınımızın mən qeyd edeyim, ili 2000-ci ildir. Motor, karovka, xadavoy sistemi əla vəziyyətdədir. Difirində səsi yoxdur. Vuruqdan, udardan söhbət gedə bilməz. Zavod kraskası üstündədir. Qiymət deyirsiniz bahadır, 6500 manat deyildi. Təbii ki, real alıcıya indirim olunacaq. Noldur, yəni ideal noldur da alıb sürmək istəyən izləyicilərimiz bu. Maşından anlayışı olan izləyicilərimiz biləcək ki, bu maşının necə maşındır. Barter şərti var. Özündən ucuz maşınla üstündə pul almaq şərti ilə. Yəni belə deyək, pulun qiymətdə razılaşandan sonra pulun 65%-ni ödəyib, qalan 35%-ni aylığa bölüb ödəmək də mümkündür. Səlim dayımız maşınımızın sahibi, Səlim dayı ağsaqqalımız, yəni bunu məlumat kimi bizə qeyd elədi. Salon çox səliqəli. Gördüyünüz kimi şit də üzlənib və maşınımızın təkərləri təzə, statyor təzə, bunlar təzə. Bəli. Akkumulatoru yenidir, motorxana gördüyünüz kimi baxın göstərim. Çox ideal bir vəziyyətdədir və təkərləri də gördüyünüz kimi təzədir, dördü də təzədir. Belə çəkdik, göstərdik, 23 nömrə iləndir. Göyçay əhalimizə buradan atəşli salamlar olsun. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi Səlim dayı nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Bunu oldur haqqın hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında iPhone-dan ucuz, iPhone telefonundan ucuz bir dənə 06 çəkib göstərəcəm. Üstü başı palçıqlı görsənə bilər, həm orasında əzik falan, amma əsas odur ki, motor, karovka, xadavoy sistemi əla olsun. Maşın sahibi yanımızdadır. Üzünü göstərməyəcəm, özüm yaxınlaşacağam. Salam əleykum. Bazar olsun. Hə, ya Allah. Başlayaq. İli 85. Motoru 011-dir. 06 motordur. Karovka 4-dür. 4-dür. Difirində səsi var? Yoxdur. Motorda yağ yeməyi? Yoxdur. Karovkada atmağı? Yoxdur. Bir dənə yüngül belə kosmetik işi falan görsən, orada əzik qapıda falan olma şeydir. Qiyməti demirsən mənə, indi özün bir də qiyməti neçədir? 1800 manat. Sondur, yoxsa razılaşma olacaq? Olacaq. Telefon nömrəni eşidək. 050 Aha. 629 Aha. 49 82. 050 629 49 82. Adın? Vüsal. Maşına harda baxmaq olar? Bığır kəndində. Bığır, Göyçay, Bığır arasında baxmaq mümkündür. Barterdə yəqin ki pula ehtiyacın olur. Barter maraqlı olmaz. Deməli, Vüsal qardaşdan məlumatı aldıq. iPhone-dan ucuz qiymətədir həqiqətən. 1800 manat ilkin yəni qiymət deyildi. Real alıcıya indirim olunacaq. İli 85. Motor 06, yağ yemir. Karovka 4 dedim Vüsal, eləmi? 4 də atmır. Difirində səsi yoxdur. Belə yəni yüngül dəmirçi kosmetik şey ehtiyacı var, amma yəni bu günlərim kasıb malıdır. Yəni bu günlərim belə deyək də ayağı yerdən götürmək üçün və hər hansı bir kənd arasında sürmək üçün yaxşı bir maşındır belə deyək.
Yenə də qeyd edirəm, palçıqlı görsənə bilər, hava şəraitinə görə, yəni üstü başı çikilidir falan ora bura, amma pis maşın deyil. Yəni burada bir qoşqusudur. Qoşqu qoşmağa dəmiri də var. İstəsən qoşqunu qoş. Burada açıqdır. Aha. Baxın, stəkan yeri belə vəziyyətdir. Deyə bilərsiniz də, yəni çürüyü, çarığı var, amma qiyməti də münasibdir. Bu günləri 1800 manata heç 011 ala bilmirsən, qalmışdı 06. Belə. Və açıldı, açılmadı. Aha. Motorun 06 akkumulatoru normal, belə. Çəkdik, göstərdik, Vüsal qardaş məlumatları verdi, mən də təkrar elədim. Sizə də bunu 06 maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 55 seriyası ilə də Şəki əhalisinə buradan atəşli salamlar olsun. YouTube izləyiciləri, Opel həvəskarlar üçün Göyçay maşın bazarında Opel Astra markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibi yanımızdadır. Deyir maşının qeydiyyat nömrə nişanı onsuz düşən düşdü, o heç görən görəcək, görməyən də görməyəcək, o heç. Salam əleykum, bir məlumat alaq səndən. Hə, de, ili neçənci ildir? 2005 1.4 benzin. Aha. Motor, korobka, Əla, super. hava sistemi. Əla. Qiymət Qiymət 11 min. qutarandı yoxsa Endirim olacaq. endirim olacaq. Telefon nömrə eşitdik. 050 Aha. 762 81 63. Adın? İlqar. Harda baxmaq olar? Göyçay. Barter maraqlıdır? Yox. Yox. İli 2005. 1.4 benzin, motor, korobka, xadavoy sistemi əla vəziyyətdədir. Maşında heç bir problem yoxdur. 11 min start qiymətlə bazara daxil olub. Real alıcıya təbii ki endirim olunacaq. Bunu qoyduq kənara. Baxırıq burada yük yeri gəlmişkən elə birinci yük yerini çəkək göstərək. Gördüyünüz kimi yük yeri yaxşı vəziyyətdə və salona nəzər yetiririk. 11 min start qiymətlə bazara daxil olub. Təbii ki maşına baxdıqdan sonra real alıcıya endirim olunacaq. Bəli, maşın sahibi qıraqdan qeyd edir ki, maşınımız bez qıraskadır. Deməli, baxırıq bir dənə. Deməli, iki şüşənin, ön şüşənin avtomatik qalxı verməyi, yan güzgülərin tənzimlənməsi, mexanik sürətlər qutusu. Burada da gördüyünüz kimi maşın sahibinin nömrə nişanı var. Və 269.743 kilometr yürüyüş və ya Allahı gəldik maşının. Bunun hardadır dəmri? Hə, burada. Mühərrik yerdə gördüyünüz kimi Ecotec motor, akkumulyatorun təzədir. Mühərrikdə də problemi zadı yoxdur. Belə çəkdik, göstərdik. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu Opel haqqında. Hörmətli YouTube izləyiciləri, 190 həvəskarları, Mercedes 190 maşını axtaran izləyicilərimiz təkcə bir kənarda dayanıb, hamıdan arxada maşın sahibi maşını saxlayıb və məndən xahiş edir ki, maşını çəkək, göstərək. Yanımdadır. Salam əleykum qardaş. Bir dənə, ya Allah, məlumat alaq. İlk öncə Allah bazar yetirsin, alçın yetirsin. İli 92, Mercedes 190. Aha. Normal vəziyyətdədir. Motoru. Motor, korobka, Bildim. difi. Motoru neçədir? 1.8. 1.8. Yağ azaltma yoxdur. Aha. Yağ yemək yoxdur. Mexanikadır? Atma yoxdur. Mexanikadır. Mexanikadır. Korobkada atma yoxdur. Təkərlər də normaldır, disklər də normaldır. Bildim. Kondisioner var? Kondisioner yoxdur, lüku var. Lüku da işlək vəziyyətdədir. İşlək vəziyyətdədir. Belə motor, xadavoy, korobka Normaldır, yaxşı. normal. Motorda yağ azaltma yoxdur, Yoxdur. yemək yoxdur. Korobkada atmaq yoxdur, Aha. difirdə səs yoxdur. Aha, Təkərlər normaldır, xatovoy normaldır. aha. Salon da normal salondur. Qiyməti nə Sürüyü demiş? yoxdur. Qiyməti 5500. 5500. Niyə elə baha? Deyirik də 5. Deyirsiniz, razılaşma olacaq. Olar. Telefon nömrənizi eşidək.
055 337 33 62 WhatsApp nömrə. 055 337 33 62. Bəli, WhatsApp nömrə. Zəng nömrəsi bəs. 077 Aha. 340 43 15. 077 340 43 15-də zəng nömrəsidir. Adın? Ramin. Ramin, maşına harda baxmaq olar? İsmail rayonu Kütmaşı Aha, kəndində. İsmailli rayonuna buradan atəşli salamlar Çox sağ olsun olun, Kütmaşı var kəndinə. Ramin, hansı maşınla Barterə gedərsən? Yox. Nağd pula ehtiyac ehtiyac. var. Deməli ili 93 dedim. 2. 2. İli 92. 1.8 mexanika. Motor, korobka, xadova sistemin normal vəziyyətdə. Yəni bir problemi yoxdur. Motor yağ yemir, korobka atmır. Difrində belə səsi yoxdur. Ümumi xadova sistemi əla, lükslək vəziyyətdə 190-dır. Baxırıq, kosmetik işə də belə ciddi ehtiyacı yoxdur. Yəni görsənmir kosmetik iş. Ciddi deyəndə görsənmir. Qapılar bağlıdır, yoxsa mən aça bilmirəm. Bunun nəsə yağı. Nəsə burada bu qapıda, yəni indi içəridən açmaq istəyir. Yəni açaq, aha. Bu qapının cəftəsində yüngül bir yəni problem var. Hamısı onların yəni belə bir yüngül problemlər puldan çıxılacaq. Onu qoyduq qırağa. Baxırıq, salon yaxşı vəziyyətdədir. Və gəldik yük yerinə. Görək maşınımızın yük yeri nə vəziyyətdədir. Bir dənə bax belə eləyim. Gördüyünüz kimi bax belə vəziyyətdədir. Və salon sürücü tərəfdən. Ya Allah! Mexanika ön şüşələr podyomnikdir. Xatırladaq. Gördüyünüz kimi və bir dənə atam mühərrik yerində qaldıraq baxaq görək. Orada vəziyyət nədir? Görək burada vəziyyətimiz nədir? Mühərrik yerdə baxın belə vəziyyətdədir. Bayaq qeyd etdiyim kimi 1.8 motordur, mexanikadır, qiymət də deyildi. Sizə də bu 190 maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi həm WhatsApp üçün, həm zəng üçün. Artıq maraqlananlar da var. O nömrələrə həm WhatsAppda yaza bilərsiniz, həm zəng eləyə bilərsiniz və bu maşın haqqında daha ətraflı məlumat ala bilərsiniz. Xatırladaq maşınımız 44 seriya Masallı seriyasıdır. Buradan Masallı əhalisinə də atəşli salamlar. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında Hyundai H1 markalı avtomobilin çəkişini eləyəcəm. Sərnişin üçündür. Sərnişin daşımaqdan ötə, amma maşın sahibi qardaşımız yanımızdadır. Salam aleyküm qardaş. Xoş gəlmisən. Qardaşımız xatırladaq ki, Gəncədən gəlib. Eşq olsun buradan salam olsun Gəncə əhalisinə. Hə, ya Allah qardaş, başlayaq inşallah ki. Maşınımız H1. 2.5 motordur. 2.5 motordur. İli 2008 dedi. Aha, dedin 2.5 dizel. Dizel motordur. Motoru, korobkası, xadova sistemi. Bir dənə yüngül, yəni kosmetik işləri üzdən görsənir də belə baxanda. Başqa dedin heç bir problem yox. Qiyməti nə demisən? 16.000 manat. Yəqin ki, endirim eləyəsiz. Telefon nömrü eşdək. 099 727 31 11. 099 727 31 11. Adın? Həsən. Həsən. Həsən qardaş, dedin Gəncədən gəlmisən. Yəni hansı maşınla Barterə gedərsən? Yəni pula ehtiyac var. Belə kreditdə salmaq, lizinka falan vermək. Kreditlə verə bilərəm. Kreditlə mümkündür. Yəni yəqin ki, o dediyin qiymətin müəyyən bir 50%-ni ödəməklə və ya yəni qalanı aylığa salmaq olar. Belə Həsən qardaşdan məlumat aldıq. Maşınımızın markası Hyundai H1. İli 2008, 2.5 dizel. Turbo dizel, sadə dizel. Turbo dizel. Maşınımızın motoru, korobkası, xadova sistemi əla. Yüngül kosmetik işə ehtiyacı var 90 nömrə iləndir. Belə yəni yenə də deyirəm, heç bir problemi falan yoxdur. Gördüyünüz kimi sərnişin üçündür. Neçə yerlikdir? 10 nəfər? 11. Sənəddə 8 plus 1-dir, amma belə 11 nəfərlikdir yeri. Xatırladaq ki, qapıları da pultla açılır. Həm belə içəridən pultla açılır, həm də yəni çöldən də açmaq mümkün. Gördüyünüz kimi salon səliqəlidir. Bir dənə örtək mi Həsən qardaş?
Zəhmət olmasa gördüyünüz kimi pultla idarə olunur. Ön şüşələr podyomnikdir. Baxın belə bir buradan çəkişini eləyəcəm və keçəcəm maşınımızın sürücü tərəfdən salonunu çəkib göstərəcəm. Həm də belə xırda para, yəni gördüyünüz kimi bax belə xırda para, kosmetik işləri var. O da Həsən qardaş qeyd edir ki, yəni qiymətdə endirim olunacaq. 2 şüşənin avtomatik qalxıb verməyi, ön şüşələrin belə deyək də qalxıb verməyi, yan güzgülərin tənzimlənməyi və salondakı çox yaxından çəkdim. Salondakı idealdır. Belə deyək, kondisioneri, peçi, hər bir şey işlək vəziyyətdədir. Bir dənə Həsən qardaş mühərrik yerində qaldıraq çəkə, kondisioner, peç, hər bir şey işlək vəziyyətdədir. 16.000 start qiymət deyildi və təbii ki, maşının yanına, maşına baxdıqdan sonra qiymətdə endirim olunacaq. Deməli 2.5 turbo dizel motor, akkumulatoru yeni. Belə deyək, problemi zadı yoxdur. Motorda da problemi falan yoxdur. Yağ yeməyi falan heç bir şey yoxdur. Belə çəkdik, göstərdik. Həsən qardaş da məlumatları qeyd elədi. Telefon nömrəsi də qeyd olundu. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyicilər, 06 həvəskarlar sizlərə Göyçay maşın bazarında Safari rəngində Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm. Amma maşın sahibindən məlumat alacağım. Maşın sahibi dostumdur, tanışımdır. Vəfadə salam əleykum, bazar olsun, xeyirli olsun, Allah alçın yetirsin. Ya Allah, de görək. Motor 11, Karabka 4, 4 ili 84. 84. Difrində səsi var? Yoxdur. Yoxdur. Motorunda yağ yeməyi? Yoxdur. Yoxdur. Korobkanın atmağı? Yoxdur. Yoxdur. Belə kosmetik işi var. İşi var. Qoyduq. Qiyməti nə demisən? Qiymət 3, start qiymət. 3000 start qiymətlə. Yəqin ki, endirim eləyəsən. Olacaq, olacaq. Telefon nömrə işte. 050 598 27 08. 050 598 27 08 adım Vəfadar maşına Göyçayda baxmaq mümkündür. bəli. Partiyaya gəlsən hansısa maşınla? Bəli, bəli. Hansı maşınla öz dəyəri qiymətində dəyərinə ucuz olsa olar, üstündə pul almaq şərti ilə. Deməli ili 84. Motor 011, yağ yeməyi yoxdur. Korobka 4, atmağı yoxdur. Difrində səsi yoxdur. Start qiymət 3000. Real alıcıya maşının yanında endirim olunacaq. Barter mümkündür. Öz dəyəri qiymətindən 06 ilə və həmçinin dəyərindən ucuz 06 ilə də barter mümkündür. Çəkək göstərək. Salon səliqəli. Baxırıq. Gördüyünüz kimi səliqəlidir salon. Və gəldik yük yerinə. Aha, yük yeri belə vəziyyətdə yağlanıb, belə deyək, yağ çəkilib, üstündən də klionikalanıb, çəkilib belə. Salon, sürücü tərəfdən, səliqəli, motor, 011 motor, yağ yeməyi yoxdur, bez nomerdir. Bəli, sənətdə bez nomer qeyd olunub. Akkumulatoru yeni, maşında yəni bir dənə belə cüzi kosmetik işlərə ehtiyac var. Başqa heç bir problemi yoxdur. Sizə də bu maşın maraqlı gələrsə, Vəfadar qardaşımız nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 02 Ağdam seriyası. Buradan Ağdam əhalısına atəşli salam. YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri 07 həvəskar. Sizlər üçün ideal vəziyyətdə normal qiymətə bir dənə Vaz 2107 markalı avtomobil çəkib göstərəcəm. Amma Arzuman dayımızdan məlumat alacağıq daha sonra. Arzuman dayım salam əleykum. Allah bazarın yetirsin, alçın yetirsin. Ya Allah, başlayaq. İli neçənci ildir? İli 2000. 2000'dir. Motor 07'dir. Aha. Sonra Korobka 4'lü 5'dir. Korobka 5'dir. 5'dir. Bir de ses yok. Ses yok. Atması Motorda yağ Motorda yeməyi yağ yeməyi yok. yoxdur. Kolunda, sürüyü, pası, heç də yox. Qiyməti nədir? Qiyməti real alıcı ilə danışmaq olar. 3.8-ə deyirəm. 3800'ə deyirsən real alıcı ilə Bəli, danışmaq bəli, olar. bəli. Telefon nömrə eşdək. 050 Aha. 456 0189. Adın da Arzumandaydı. Arzumanda Göyçayda baxmaq mümkündür. Bəli, bəli, bəli. Nömrə üstündə qalır. Bəli. Maşının nömrəsi Bəli, üstündə bəli. qalır. Barterə gəlsən hansı maşınla? Yaxşı maşın olsa Yəni bax, öz dəyəri qiymətində Öz belə dəyəri deyək. qiymətində, də bax. maşından barterə gedərsən. Deməli Arzuman dayımızdan, Arzuman dayı gedə bilərsən. Arzuman dayımızdan məlumat aldıq. Bir daha qeyd eləyirəm. İli 2000-ci ildir. 07 motordur. Belə deyək, motor yağ yemir, korobka 5-dir. 60 difrində səsi yoxdur. Start qiymət 3800. Real alıcıya endirim olunacaq. Real alıcıya endirim olunacaq. Arzuman dayı qeyd elədi bütün hər bir məlumatı. Mən də ki, inşallah ki, çəkirəm, göstərirəm və inşallah ki, hər tərəfli çəkib göstərməyə
çalışacağım və açarı götürək. İlk öncə yük yerini çəkək, göstərək və bir dəqiqə belə görüm çəkib göstərə bilsəm, yağlanıb. Maşının gördüyünüz kimi yağlanıb, daha qaldıra bilmədim. 77 nömrə üstündə qalır. 77 nömrə üstündə qalır və açarı maşının üstünə qaytaraq qoyaq və mühərrik yeridəki gördüyünüz kimi qəşəng vəziyyətdə və akkumulatoru yeni. Belə çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı. Nəsə bağlaya bilmədim, eybi yox, bağlayarıq. Sizə də bu 07 maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyicilər, 011 həvəskarlar. Deyirdiniz mənə 011 çək göndər, 011 çək göstər. Sizə bir dənə ağ rəngdə vaz 21 011 markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibi qardaş yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Allah alçın yetirsin. Ya Allah, başlayaq. İlaç 65-indir. Aha. 2 yarıma deyirəm. 2500 manata deyilsin. Motoru 01'dir, yoxsa 01'dir. Korobka 4'dür, 5'dir. 4'dür. Difində yüngül səsi var. Korobkanın atmağı. Xeyr. Motorun yağ yeməyi yoxdur. Motor təzə. Motoru yeni yığılıb. 2500 dedin. Yəqin ki endirim olunacaq. Olunacaq. Telefon nömrə eşdək. 070 Aha. 303 82 78. 070 303 82 78 adın. Orxan. Orxan, maşına harda baxmaq olar? Göyçayda. Göyçayda. Bateriya gəlsən hansısa maşınla? Baxırıq təklifə. Yəni öz dəyəri qiymətinə və ya ucuz olsa və ya baha. Ucuz olsa üstündə pul Pul istəyirəm. istəyirsən. 011 06 fərqi yoxdur ki. Fərqi yoxdur. Orxan qardaşdan məlumatı aldıq. 85 motor 01 yağ yemir. Korobka 4 atmır. Difirində cüzi səsi var. Maşının kosmetikçiyə ehtiyacı yoxdur. Motor yeni yığılıb. 2500 start qiymət. Real alıcıya endirim olunacaq. 03 nömrə ilə Ağdaş əhalisinə salam olsun. Barter maraqlıdır. Öz dəyərindən aşağı maşınlarla və həmçinin öz dəyəri qiymətində avtomobil maşınlarla barter mümkündür. Təbii ki, baxılacaq maşına. 011'dir. Yaxşı, yəni belə deyək də, bayaq 06'da dediyim kimi ayaq yerdən götürməyə yaxşı bir maşındır. Və yük yeri belə vəziyyətlər. Və salon da yaxşı vəziyyətdə. Şit üzlənib. Maşın sahibinin istəyinə uyğun olaraq qaldıraq elə qoy qaldırılı qalsın. Qoy qaldırılı qalsın. Və hər işdə 01 motorda akkumulatoru normal belə. Çəkdim, göstərdim. Orxan qardaş da məlumatları qeyd elədi və təkrarən də mən məlumatları qeyd elərdim. Sizə də bu 011 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.